Salamlar hər kəsə, kanalıma xoş gəldiniz. Mən Orxan. Qərara gəldim ki, 1.64 ölçülü modellər haqqında vlog, qutu açılışı, öz şəxsi kolleksiyamda olan modelləri sizlərə təqdim edim qarşı zamanlarda. Ola bilər hardasa həyəcanlı olum, nitqimdə nəsə bir çaşqınlıq olsun. Çünki həyəcanlıyam. İlk dəfə ki, kamera qarşısında çıxış edirəm. Bu normal bir şeydir. Yəni siz də bunu normal qəbul edə bilərsiniz. Gördüyünüz kimi qarşımda Blister'də modellər var. Bunlar hamısı şəxsi kolleksiyamdır. Və əlimdə olan Popres markasına məxsus Honda Civic var. Sarı rəngində. İstədim bu model barədə biraz söhbət eləyək. Həm də qutu açılışını eləyək. Model Blister'dədir. Amma təkcə qutuda da olur. İndi mən iki fərqdə yəni satışa çıxırdı. Həm qutuda, həm Blister'də. Qutuda Şərqi Asiya üçün, daha doğrusu Şərqi Asiya bazarı üçün çıxır. Blister'də isə Amerika bazarı üçün çıxır. Ona görə biraz fərqli olur. Qiymətlərində də biraz fərqlilik yaranır. Mən bunu Amerikadan 25 dollara almışam. Ştat daxili çatdırılma 5 dollar. Azərbaycandakı gəlməsi bir 10 manat yəqin alıb da başlayır. Yəni çoxdan almışam, yadımda deyil. Yəni 10 yoxsa 8 manat pul vermişəm. Bu model mənə başlayır, oturu tək halda 60 manata başa gəlib çıxıb. Amma toplu şəkildə sifariş versəydim 5, 7 və yaxud 10 dənə, bu modelin biri 40 manat civarında olacaqdı. Niyə Blister'də sifariş verdim? Çünki Blister'də həm modeli görə bilirsən, həm qutunu görə bilirsən, həm də ki, sərgilərə, harasa gedəndə apara bilirsən də, sərgiləyə bilirsən. Çünki Blister'də onda modeli belə saxlaya bilirsən, amma açıq olanda saxlamaq olmur. Modelin zədələnməsi də yəni %100 olur. Həm də ki, modeli Blister'də saxlayanda biraz dəyəri də yüksək olur. Çünki açıq qalanda zədələnə bilər, dəyərdən düşə bilər. Yəni satma ehtimalının olsa da beləsinə onu dəyərindən aşağı sata bilirsən. Amma belə qablaşdırmada olanda ya öz aldığı qiymətə sata bilirsən, ya da biraz ondan artığına sata bilirsən. Gördüyünüz kimi Honda Civic modeli sarı rəngindədir. Monnes işarəsi var. Monnes işarəsi Amerikaya məxsus bir necə söyləyim, belə ehtiyat hissələri və aksesuar brendidir. Yəni tanınmış bir markadır da. Bunun Civic'in deyək karbon kapotu var. Sonra pandem spoileri var. Enigma Exclusive Edition'dır. Yəni bu Amerika bazarı üçün buraxılıb. Çünki rəsmi distributor mağazaya, yəni rəsmi distributor olan mağazalara Enigma Exclusive Edition olaraq buraxılır. İstəyirəm bunu sizlərlə bir yerdə qutu açılışını eləyim. Beləncə bir akrilim var, akrilə yerləşdirək. Bu akrili də ki, Taobao-dan almışam. Yəni orada necə söyləyim, bunun qiyməti 3-4 manatdır, amma təkli almaq sərf eləmir. Təkli alanda, tək bir ədəd sifariş verəndə bu ölkəyə gəlib çıxanda, yəni bərbad bir vəziyyətə gəlib çıxacaq, qırılmış bir vəziyyətə gəlib çıxacaq. Ona görə alanda ya 5 ya 10 ədəd almaq sərf eləyir. O 5-10 ədəd alanda ölkəyə 40 manata gəlib çıxır. 10 ədəd alanda 80 ya 100 manat civarında gəlib çıxır. Bizim bilirsiniz də, yəni kargolarımız çox az gözdür deyə, yəni ölürlər də, yəni çəkidə pul qırmaq üçün. Ona görə biraz baha gəlib çıxa bilər. İstəyirəm bu günləri bu modeli açım, bu akril şüşəyə yerləşdirim. Çünki məsələ dözə bilmirəm. Açmaq istəyirəm, modeli toxunmaq istəyirəm, zövq almaq istəyirəm. İndi deyəcəksiniz ki, qardaş dəlisən, nəsən, modelə toxunub zövq almaq olar. İndi məni kolleksionerlər başa düşə bilər ki, bu modelə toxunub zövq almaq yəni başqa bir şeydir. İstəyirəm bunu açaq, akril şüşəyə yerləşdirim. Gəlin modeli açaq. Belə bir rəzakım var ki, bunu almışam. Əlində qırılmasa yaxşıdır. Görə aça biləcək heç. Sərgəli şəkildə açaq. Biraz eziyetten açılır. Çünkü zədələmək istəmirəm də, ona görə.
Gördüyünüz kimi model beləsinədir. Kapotu da açılır hətta. Göstərin baxın. Kapotu da açıldı. Motorxanası var. Buradan tam görsənməyə bilər. Təkərlər qəşəngdir, fırlanır. Kauçuk təkərlərdir. Spoilerində pandem qeyd olunub. Belə bir qutusu da var. İstəyirəm onu akrilik şişəyə yerləşdirəm. Sizlərlə bir yerdə. Gördüyünüz kimi akrilik şişəyə yerləşdirdim. İndi hərənin bir cür zövqü var. Kimisi blisterdə saxlayır, kimisi açıq saxlayır. Yəni hərə bir cür yanaşır da modelə. Yəni mən istədim ki, səliqəli açıq saxlayım, həm də səliqəli görsənsin. Model çox da tozlanmasın. Ona görə akrilik şişəyə yerləşdirdim. Akrilik şişədəki baxın beləsinədir. Belə çox səliqəli görsənir. Biraz ehtiyatla qoydum, çünki qırıla da bilər, hər nəsə bir şey də ola bilər. Bu ilk bir videom idi. Düşünürəm ki, bəyəndiniz. Fikirlərinizi şərhdə qeyd edin. Hansı modelləri görmək istəyirsiniz, onları da yazın. Başqa bir şeydə də modellərin çəkilişini apara bilərəm. İndi modellərim çoxdur, 50-yə yaxın modellərim var. Blisterdə də var, açıq modeldə var, flex olan modellərində var. Hamısını qarşı zamanlarda incəlmə videosunu çəkib sizlərlə paylaşacağım. Çox sağ olun ki, izlədiniz. Gələn veriliş deməyək, gələn çəkilişlərdə görüşənədək.